Muzeylər bizim həm tarixi yaddaşımızı, bizim dəyərlərimizi, bizim milli irsimizi və biz İncəsənət Muzeyindən danışsaq, dünya milli irsini qoruyub saxlayan bir məkandır. Və ancaq qoruyub saxlamaqla deyil, kifayətlənmir. Yəni muzeyin fəaliyyəti çox şaxəlidir. Bu milli irsi biz həm qoruyub saxlayırıq, həm toplayırıq, həm bərpa edirik ki, gələcək nəsillərə normal bir vəziyyətdə onlar çatdırılsın. Həm onları ekspozisiyada sərgiləyirik, təbliğ edirik və araşdırırıq. Yəni muzeylər hal-hazırda bütün dünyada nəinki sadəcə hansısa bir dövrü, hansısa bir sahəni sərgilənməklə kifayətlənmirlər. Bu tədris mərkəzlərinə və ümumiyyətlə bu cəmiyyətin, bu icmanın əsas mədəni mərkəzinə çevriliblər bütün muzeylər və bizim fəaliyyətimiz də həmçinin bununla bağlıdır. Hər bir muzeyin özünə məxsus profil var və profilə uyğun olaraq həm kolleksiyalar toplanılır, həm sərgilər keçirilir və ümumiyyətlə strategiya qurulur. Və hər muzeyin öz hədəf auditoriyası da var və təbii ki, hər bir muzey öz profilə uyğun xüsusi həm tədris proqramları seçir, həm kolleksiyanın genişləndirilməsi ilə məsələləri qaldırır və onu da demək lazımdır ki, belə muzeylər var ki, öz ölkəni, şəhəri tanıtdırır və hətta digər ölkələrdən xüsusi olaraq bu muzeyə gəlmək, bu muzeyi ziyarət etmək üçün insanlar gəlir. Yəni bizim Azərbaycanımızda da belə muzeylər var və ilk növbədə mən Azərbaycan Milli Xalça Muzeyini vurğulamaq istəyirəm. Bu ilk növbədə dünyada ilk xalça muzeyi olmuşdu və bizim Azərbaycanda 67-ci ildə təsis olundu və hal-hazırda isə belə möhtəşəm binada fəaliyyət göstərir və həqiqi mənada Bakının bir vizit kartına çevrildi. Ona görə də turistlər Bakıya gələndə mütləq və mütləq Xalça Muzeyini ziyarət edirlər. Milli İncəsənət Muzeyindən danışarkən mən vurğulamaq istəyirəm ki, bu muzey də çox unikal muzeydir. Azərbaycanda ən böyük muzeydir və dünya kolleksiyanı qoruyub saxlayan muzeydir. Biz 3 binada fəaliyyət göstəririk. Bizim 2 binamız elə 19-cu əsrin sonlarında tikilib, inşa olunub və bu 2 binamız da tarixi abidə kimi qorunub saxlanılır və çox möhtəşəm ekspozisiyalarımız var və mən sizə deyim ki, ümumiyyətlə muzeylərin roluna qayıdarkən onu da qeyd eləmək istəyirəm ki, hər bir xalqın kimliyinin formalaşmasında, ümumiyyətlə xalqın tarixinin əks etdirilməsində muzeylərin rolu çox vacibdir. Ona görə ki, muzeylərdə bu artefaktlar müxtəlif epoxalara, dövrlərə aid olan eksponatlar sərgilənir və siz bu tarixi canlı olaraq görə bilərsiniz. Yəni Azərbaycanla da bu çox vacibdir. Yəni uşaqlar üçün, böyüklər üçün bizim nəinki mədəniyyətimizi anlamaq, amma hər bir dövrdə hansı incəsənət növləri inkişaf olunurdu və hal-hazırda bu incəsənət növləri necə qorunub saxlanılır və axı biz də keçmişlə çox qırılmaz bir bağlarla bağlıyıq. Yəni biz indi kimik suala keçmişdən biz bu sualın cavabını axtarmalıyıq və harda biz bu suala cavabı tapa bilərik ki, biz kimik? Ancaq muzeydə. İlk növbədə muzey nədir? Muzey bu kolleksiyadır. Muzey kolleksiyadan başlayır və hətta hər bir kolleksiya yenə də muzey deyil. Ona görə ki, bu kolleksiyaların tarix kontekstində anlamaq, onu göstərmək və
elmi araşdırmalar, elmi tədqiqatlar əsasında dərk eləmək bu ancaq muzey bazasında, muzey institusiyalarda mümkündür. Muzeylərdə hər bir sahə üzrə, yenə də müxtəlif profil üzrə ən aparıcı mütəxəssislər çalışır və bu da çox vacibdir. Ekspertlər, mütəxəssislər və hər bir ekspozisiyanın arxasında çox dərin və uzun illər aparıldığı tədqiqatlar işləridir, bərpa işləridir. Yəni bu konservasiya, bərpa işləridir. Yəni bu çox böyük bir komanda əsasında qurulur və təbii ki, kuratorlar, mütləq kuratorlar işləməlidir bu mütəxəssislərlə bir yerdə. Sonra hal-hazırda siz bilirsiniz ki, muzeylərdə müxtəlif multimedialar, texnologiyalar istifadə olunur və bu da çox vacib bir amildir. Yəni bu ekspozisiyaları daha əlçatan etmək üçün, bəlkə daha maraqlı məlumatları vermək üçün müxtəlif multimedialardan istifadə olunur. Ona görə də bu da ayrı bir məsələdir və təbii ki, binalar, muzeylər hansı binalarda yerləşir? Ümumiyyətlə dünyada və elə bizdə də muzeylər daha çox tarixi binalarda yerləşir. Binalarda hansılar ki, xüsusi olaraq muzey üçün tikilməmişdir. Və bu da müxtəlif cür problemlər yaradır. Yəni orada həm yaxşı cəhətləri var, həm də çətin cəhətləri var. Amma var belə muzeylər hansılar ki, xüsusi olaraq hal-hazırda tikilir və artıq burada tam başqa şərait var, tam başqa imkanlar var. Həm ekspozisiya baxımından, həm ofislərin yerləşdirilməsi və müxtəlif saxlanc yerlərin yerləşdirilməsi məsələsi və s. Məhz ona görə də mən yenə də İncəsənət Muzeyinə qayıtmaq istəyirəm. Bizdə söylədiyim kimi 2 tarixi bina var, amma onları birləşdirən müasir korpus da var və belə yanaşma dünyada çox tez-tez rast gəlinir. Ona görə ki, tarixi binaları dəyişdirmə, fasadı dəyişdirmə və s. mümkün deyil. Onların interyerləri də necə var, o cürdə qorunub saxlanılır. Və məsələn, bizim Debur sarayımızın interyerləri çox möhtəşəmdir. Amma bizim saxlanc yerlərimiz çox məhdud olmuşdu, çətin olmuşdu və s. Ona görə də bu keçid korpus tikilib, 2014-cü ildə təhvil verilib və burada bizdə həm giriş, muzeyə giriş, oradan reception, kafe, suvenir mağazası, bunlar hamısı hal-hazırda muzeylərdə olmalıdır. Və burada hətta bizim balaca sərgi salonumuz var. Sonra 3-cü mərtəbədə bizdə çox gözəl kino salonumuz var. Biz orada filmləri də göstəririk, Altı Bazar günləri və həmin binada bizdə saxlanc yerləri də xüsusi olaraq tikilib və xüsusi avadanlıqlarla da təchiz olunub. Yəni muzeyin yaradılması üçün çox böyük vəsait lazımdır və müxtəlif mütəxəssislərin gərgin işi. Amma hal-hazırda dünyada belə muzeylər var ki, belə institusiyalar var. Onlar öz adını muzey qoyurlar, amma orada nə bina var, nə də artefakt, yəni kolleksiya var. Sadəcə hansısa bir fəaliyyətlə məşğuldurlar, lakin öz adını yenə də muzey qoyurlar. Nə dərəcədə bu doğrudur, nə dərəcədə bu düzgündür? Yəni muzey icması bu haqqda müzakirələr aparır və s. İlk növbədə dövlət tərəfindən təbii ki, muzeylər maliyyələşdirilir. Ən çox dövlət tərəfindən biz dövlət kolleksiyaları saxlayırıq. Yəni ona görə ilk növbədə bu sistem qurulur. Amma təbii ki, özəl sektor və sponsorların da payı var. Məsələn, son illər Azərbaycan muzeylərinə sponsorlar tərəfindən
xüsusi eksponatlar alınır və hədiyyə olunur. Və dünya praktikasında çox normal bir haldır. Demək olar ki, bizdə də bu ənənə yavaş-yavaş formalaşmağa başlayır. Sonra müxtəlif tədbirlər keçirilir, sərgilər ola bilsin ki, belə sponsor tərəfindən keçirilə bilər. Yəni ki, və həqiqi mənada sərmayə də çox vacibdir muzeylər üçün. Nəyə görə? Bu bizim gələcəyimizdir və sanki siz bu investisiyaları bizim gələcəyimizə çatdırırsınız və həqiqi mənada muzeylərin rolu bizim gələcək yaddaşımızda, bizim dəyərlərimizin formalaşmasında çox mühümdür. Ona görə muzeyin saxlanılması üçün həqiqi mənada vəsait ayrılmalıdır. Həm sponsorlar tərəfindən, həm dövlət tərəfindən ki, binaların saxlanılması, eksponatların qorunub saxlanılması və maraqlı şəkildə, gözəl şəkildə onların təqdimatıdır, peşəkar şəklində onların təqdimatı. Son illər ərzində biz statistikaya baxanda deyə bilərik ki, həqiqi mənada insanlar muzeylərə daha çox gəlməyə başlayır. Və ilk növbədə mən təbii ki, Milli İncəsənət Muzeyindən danışmaq istəyərdim. Bizim statistikamızdan 2023-cü ili biz 12.500 nəfərlə yekunlaşdırdıq. Bu çox azdır, təbii ki, belə böyük muzey üçün. Və 24-cü ildə bizdə artıq 25.000 nəfərə yaxın ziyarətçi olub. Bu il hələ ki qurtarmayıb, amma statistikaya əsasən 38.000-dən artıq ziyarətçi artıq var bizim muzeyimizdə olub və hələ ki il bitməyib. Biz çalışacağıq ki 50.000-ə yaxın bizim bu il statistikamız olsun və bunun üçün muzey xüsusi strateji plan üzərində işləyir. İlk növbədə onu deyim ki, Azərbaycana aid olan ekspozisiyalarda biz yeni sərgilər açırıq, daimi ekspozisiyaları yeniləyirik, müvəqqəti sərgilər açılır və çox maraqlı sərgilər hal-hazırda, məsələn, beynəlxalq sərgiləri biz təşkil edirik. Hal-hazırda muzeyimizdə bizim görkəmli nonkonformist rəssamımızın Tofiq Cavadovun 100 illiyinə həsr olunmuş sərgi keçirilir və demək lazımdır ki, bu sərgidə bəzi onun əsərləri ilk dəfə sərgilənir. Bəzi əsərlər ümumiyyətlə illərlə sərgilənməmişdi. Ona görə ki, onların vəziyyəti çox bərbad vəziyyətdədir. Biz onların bərpa işlərini apardıq və sərgiləyirik. Yəni 70-dən artıq əsər var və bu rəssamın 3-cü sərgisidir. Təsəvvür edin, o 1963-cü ildə rəhmətə gedib qəfildən 37 yaşında, amma Azərbaycan rəngkarlığı üçün o çox böyük irs qoyub və demək olar ki, Abşeron məktəbinin formalaşması onun yaradıcılığı əsasında olmuşdu. Ancaq o yox, təbii ki, orada Mir Cavadın da rolu çox böyükdür, amma məhz Tofiq Cavadovdan danışarkən o qədər də çox onun əsərləri qalmayıb, amma biz çalışdıq ki, həm şəxsi kolleksiyalardan bu əsərləri toplayaq, həm muzey kolleksiyalardan və belə bir sərgi açdıq. Çox böyük maraqla qarşılanır. İnsanlar xüsusi olaraq bu sərgiyə hətta digər ölkələrdən gəlirlər və mən bilirəm hal-hazırda bizdə burada bir qonaq var və o artıq 4-cü dəfə bu sərgiyə gəlir. Bizim hədəf auditoriyamız məhz yerli insanlardır və biz çalışırıq müxtəlif layihələri edək ki, müxtəlif yaş qrupları da bizim muzeyimizi ziyarət etsinlər. Onu da qeyd edeyim ki, bu il Beynəlxalq Muzeylər Günündə, Açıq Qapı Günündə biz rekord vurduq. Bizdə 7.000 nəfər bizim muzeyimizi ziyarət elədi və bu ziyarətçilərin qismində yerli insanlar daha çox olmuşdu və onu da qeyd edeyim ki, cavanlar, yəni bu çox vacibdir və biz belə fikirləşirik ki, cavanlar muzeyə gəlirlərsə,
öz asudə vaxtlarını muzeylərdə keçirdirlərsə, onda həqiqi mənada bizim gələcəyimiz yaxşı bir əllərdədir. Yəni gələcəyimiz parlaq olacaq. Ona görə ki, muzeylərdə həqiqi mənada onlar həm zövqlərini, həm dünya görüşünü genişləndirirlər. Və mən onu da sizə qeyd edeyim ki, uşaqlarla biz çox layihələr gerçəkləşdiririk və ilk növbədə incəsənət tarixi layihəmiz çox vacibdir. Bizdə məsələn məktəblərdə mən bilirəm ki, belə bir fən keçirilmir. Amma insanın formalaşmasında bu fən çox vacibdir. Və bizim muzeyimizdə ona görə ki, bizim kolleksiyalarımız həm dünya incəsənətini də əhatə edir. Biz müxtəlif epoxalardan, müxtəlif incəsənət növlərindən və dövrlərdən danışa bilirik və ona görə də uşaqlar canlı olaraq bu tarixi görür, ünsiyyət qurur və hətta xüsusi bizim tematik ekskursiyalarımızda biz saxlanc fondlarından da xüsusi eksponatları çıxardırıq ki, bu mövzu ətrafında biz həm tematik ekskursiya, həm ustad dərs. Ona görə ki, hər bir insan üçün hal-hazırda ancaq görmək və eşitmək, oxumaq kifayət deyil. Bir təcrübə qazanmaq da vacibdir və muzeylərdə o təcrübəni qazanmaq üçün də şərait var. Yəni xüsusi ustad dərslər keçirilir. Həm böyüklər çox sevir, çox böyük həvəslə qatılır və təbii ki, uşaqlar üçün bu çox vacibdir və önəmlidir. Yəni bizdə muzeydə hər həftə konsertlər təşkil olunur. Həm muğam bizdə konsertləri olur, tanınmış müğənnilər çıxış eləyir, həm də klassik musiqi bizdə çox möhtəşəm konsertlər təşkil olunur və bu konsertlərin timsalında biz kiçik də olsa tematik ekskursiyaları keçirdirik və bu dövr haqqında həm musiqini insanlar dinləyə bilər, həm də eksponatları, yəni rəngkarlıq, qrafika, heykəltaraşlıq əsərlərini, dekorativ tətbiqi sənət əsərlərini görə bilirlər və belə bir incəsənət vəhdəti yaradılır. Yəni ki, həqiqi mənada o dövr hər tərəfdən qavranılır və bu təcrübə də çox maraqlıdır. Sonra müşahidə edirik ki, bizim muzeyimizə cavanlar çox gəlir və çox böyük maraqla onlar sərgilərə baxırlar və demək lazımdır ki, biz çalışırıq onları da cəlb edək müasir texnologiyalar vasitəsilə. Həm süni intellekt vasitəsilə bizdə maraqlı kontent olur sərgilərdə. Həm məsələn QR kod vasitəsilə hər bir zalda sizə daha yaxın, daha çox xoşunuza gələn əsərlərə siz səs verə bilərsiniz və orada ancaq yaş qrupunuzu seçirsiniz və səs verirsiniz. Və sonra bizdə kataloqlar var. Onları da siz QR kod vasitəsilə öz telefonunuza yükləyə bilərsiniz və sonra artıq evində hardasa siz bu rəssamlar haqqında, bu əsərlər haqqında məlumat toplaya bilərsiniz. Yəni ki, biz çalışırıq tamaşaçılarla ünsiyyət quraq və bizdə məsələn hər həftəni konsertlər 3-cü günlər bizdə olur. Ona görə də iş qrafikimiz də bizdə belədir. Saat 12-də biz açılır muzey, saat 9-a qədər fəaliyyət göstərir. Yəni İşdən sonra insanlar gələ bilir. Bu da çox belə yaxşı bir fürsətdir. 4-cü günlər isə bizdə mühazirələr keçirilir və bu da mühazirələr çox maraqlıdır. Həm bizim kolleksiyamız haqqında, ümumi incəsənət haqqında, arxeologiya və s. maraqlı spikerlər bizdə olur və bu mühazirələri də biz necə tərtib edirik? Yenə də baxın, biz baxırıq hansı əsərlər, hansı rəssamlar, hansı dövr insanlara daha çox maraq doğurur və biz həmin mövzuları sonra mühazirə şəkildə təqdim edirik. Sonra bizdə muzeydə kino layihəsi də var. Biz tanınmış incəsənət xadimlərin haqqında filmləri göstəririk. Və onu da qeyd edeyim ki, bizim layihələrimiz sosial yönəmli layihələrdir. Yəni konsertlərdə iştirak etmək üçün pulsuz olar. Və biz görürük ki, insanlar ailəvi gəlirlər, balaca uşaqlarla gəlirlər və təsəvvür edin ki, bizim Debur sarayında klassik
klassik musiqini dinləmək və orada 16-cı, 17-ci əsr İtaliya rəssamların əsərləri ilə, yəni bu klassik musiqini qavramaq, bu tam ayrı bir təcrübədir. Təbii ki, heç bir konsert zalında bu mümkün olan bir şey deyil. Xüsusi ab-hava var. Hər bir muzeydə xüsusi ab-hava var və bizim muzeyimizin də xüsusi atmosferi, aurası var və onu da qeyd eləmək istəyirəm ki, cavanlar, bəli, cavanlar muzeyə gəlir, cavanlar muzeylərdə vaxt keçirdir və əsərlərlə tanış olur və biz indi görürük ki, cavan blogerlər var və onlar paylaşımlar edir və maraqlı bir blogerə də mən rast gəldim. Bir cavan qızdır. Bizim muzeyimizdə hal-hazırda çox gözəl ekspozisiya var. Biz Bakının mənzərələrini göstəririk. 50-ci illərdən başlayaraq, yəni əsərlər bəziləri 50-ci illərdə yaradılıb, bəziləri 70-ci və s. Və o gedib o rakursdan indiki o rakursu tutub və sonra əsərlə müqayisə eləyirdi. Yəni 50-ci ildə Azneft meydanı necə görünür və indiki zamanda. Yəni belə maraqlı bir layihələr biz görürük ki, muzeylər ümumiyyətlə nədir? Muzeylər ilham verici bir məkandır. Həm kreativ industriyaların yaradılmasında muzeylərin rolu çoxdur, çox böyükdür. Müasir modanın inkişafında, etnik modanın inkişafında ilk növbədə hara müraciət edirlər? Təbii ki, muzeylərə, bizdə qorunub saxlanılan eksponatlara. Yəni həqiqi mənada muzeylər çox böyük rol oynayır cəmiyyətdə. Cəmiyyətin sağlam olması, iç dünyasının, insanların sağlam və dərin olması, dünyanı düzgün şəkildə dərk etməsi üçün ancaq incəsənət kömək edə bilər. Və bu məkan hardadır? Bu məkan muzeydədir.